Biz bilmək istəyirdik ki, bax bu ətləri satırsınız hansı ki, gigiyenik sertifikatlar və s. nəsə varmı bununla bağlı? Bununla bağlı həkimlərimiz tezdən yoxlayır, biz də satırıq da. Yoxlayır, peçatını vurur, icazə verir satmağa, biz də satırıq. Gigiyenik sertifikatdan gedir söhbət, yəni satılma yerinin şəraiti ilə bağlı. Şəraiti də burada bazarımızda kəsim yeri var. Burada heyvanları tezdən orada kəsirik, burada həkim baxır, burada satırıq. Sertifikat yoxdur amma, belə başa düşürəm ki. Yoxdur, yox, sertifikat yox, kağız yoxdur, amma tezdən kəsilir ətlər, həkim də baxır, yoxlanır. Bizdə icazə verilir, bizə satırıq. Bazar olsun, teşekkür edirik, çox sağ olun. Salam, bazar olsun. Sizdən də soruşaq. Eyni sualı. Bax bu satış həyata keçirirsiniz də. Bax bu sertifikatlar varmı müvafiq gigiyenik sertifikatlardan gedir söhbət? Ya ne için kadın? Misal bax burada gigiyenik normalara uyğun satılıb satılmadığına dair aidiyyəti qurumlar tərəfindən sertifikat və s. verilibmi sizə? Satırıq, güzel mallar satırıq. Güzel bazarımızdır. Bizi her şeyini təmin eləyirlər. Hadi Səlcan sağla. Sertifikat var sadəcə kağız şəklində dövlət qurumu tərəfindən. Bəli var. Görə bilərik imkan varsa. İndi